Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Respekt Qay yolundan Binəqədiyə Sentralına gedən yolun üstündən yoldan 300-400 metr məsafədə təxmini 3 sotun içində geniş otaqlı bir 4 otaqlı həyətimiz satışa çıxacaq, hörmətli izləyicilər. Bunu biz çəkirik, yəni bəri başdan hələ bu evdə təmir işlər gedir. Yəni kim marağında olsa gəlib özləri zövqlə bu evi təmin etdirə bilər. Özdə qiyməti də çox qəşəng, münasib qiyməti olacaq. Bunu sizin nəzərinizə çatdırım ki, ev həqiqətən çox ideal vəziyyətdə təmir olunacaq. Divarlar hamısı mozaik olacaq. Belə bir mozaikadır. Baxın belə. Rənglərim də veriləcək. Gördüyünüz kimi, bax, bura giriş hissəsidir. Maşının həyətinə rahat, 3-4 maşın rahat daxil ola bilər. Bax, belə. Gördüyünüz kimi, bax, belə bir həyəti var, geniş həyəti var. Ev də çox böyük evdir. İndi ətraflı sizin kvadratlarını deyəcəm sizə. Demək, burada bax, belə yayda oturmaq üçün ev sahibi belə bir şərait yaradır. Evin içində hal-hazırda təmir işlər gedir. Bu da su hovuzudur, hazır düzəldib, ehtiyac su hovuzudur. Bax, belə ehtiyac üçün su hovuzudur. Demək, hörmətli izləyicilər, bax, mətbəxdən bir dənə belə bir qapı qoyub, yayda zadda oturmaq üçün, bax, 4-ün 5-ə 20 kvadratlı bir geniş otaqdır. Ev ideal vəziyyətdə təmir olunub veriləcək. Bax, görürsünüz, kombi sistemidir, hamısı təzədir, gördüyünüz kimi, yəni hazır alınıb qoyulub. Ev həqiqətən ideal vəziyyətdə çıxacaq. Ev təmirlərini də biz tanıyırıq. Çox qəşəng də təmir eləyir. Girən kimi, bax, burada bir dənə belə sağda sanuzel olacaq. İndi işlər gedir hal-hazırda, bugünkü vəziyyətdə. Bura uşaq otağıdır. Buradan keçirik dəhlizə. Geniş dəhlizdir yenə. Demək, bayaqları qeyd eləmişdim. Oradan mətbəxdir, 20 kvadratlı. Mətbəxi də geniş, otaqları da geniş. Bax, oradan çölə girişdir, çıxışdır, üzr istəyirəm. Burada 4-ün 6-ya böyük bir yataq otağıdır. Baxın, yataq otaqlar çox geniş. 4 otaqdır, amma geniş otaqlı evlərdir hamısı. Kim istəsə gəlib burada öz zövqünə təmin etdirəcək. Ev sahibi ideal vəziyyətdə tam təmin etdirəcək, bazara çıxaracaq, satışa çıxaracaq. Burada qonaq otaqdır. Hal-hazırda görürsünüz, işlər gedir. Necəsən, qıdasın? Sağ ol, sağ ol. Bax, burada da işlər gedir, gördüyünüz kimi. Burada qonaq otaqdır. Burada haradasa 4-ün 7, 28 kvadrat olar. Burada da haradasa 4-ün 5-ə, yəni 4-ün 5-50-yə bir yataq otağıdır. Hörmətli izləyicilər, evin içində hal-hazırda təmir işlər gedir. Ev tam təmir vəziyyətli, ideal vəziyyətdə olacaq. Bunu nəzərinizə çatdırım. Qiymətini də deyirəm sizə. Demək, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmalarına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Sesal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 105 min start qiymətindən bazara çıxacaq. Real alıcı olsa indi ev sahibindən danışacaqsınız. Ev amma həqiqətən geniş otaqlı, 4 otaqlı, geniş otaqlı evdə. Yeri də yaxşıdır, hündür yerdə yerləşir. Yolun sol hissəsində yerləşir. Yəni, üzü Binəqədiyə gedən yolda yolun sol hissəsindədir. Ev həqiqətən, indi biz bir dəfə də bunu çəkişini paylaşacaq. Amma kim istəsə gəlib bu evi gəlib alsa peşman olmayacaq. 105 min start qiymətindən peşman olmayacaq. Yəni, həqiqətən qiymətdə münasib olacaq. Yeri də yaxşıdır. Araz marketə də yaxındır, yola da elə uzaqdır, yaxındır. Bunların hamısı nəzərinizə çatdırım ki, məlumatınız olsun. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.